Deməli, epistaz təsirə davam eləyirik. Epistaz təsir 1 videosuna baxın, sonra keçid eləyin epistaz təsir 2 videosuna. Bax, burada F1 nəslində deməli, hər iki əlamətə görə dominant boz dovşanla, hər iki əlamətə görə resessiv albinos, yəni ağ dovşanları çarpazlaşdırıblar. Bu verdi böyük S, böyük A qametini, bu da verdi kiçik S, kiçik A qametini. Deməli, alındı böyük S, kiçik S, böyük A, kiçik A. Yəni, hamısı boz dovşanlar alındı. Hamısı boz dovşanlar alındı və indi görək, bax bu ağ əlaməti hara getdi? Onun üçün, bax bunu araşdırmaq üçün təzədən ikinci nəsildə bax bu həmin alınan boz dovşanları öz aralarında çarpazlaşdırıblar. Deməli, bəli, həmin alınan boz dovşanları öz aralarında deməli çarpazlaşdırıblar. Böyük S, kiçik S, böyük A, kiçik A-nı çarpazlaşdırıblar. Böyük S, kiçik S, böyük A, kiçik A-nı. Bax bunun gəlin bunu monohibridə gətirək və çox gözəl bir şəkildə yazaq. Deməli yazıram. Böyük S, deməli böyük S, kiçik S-ni çarpazlaşdırıram. Böyük S, kiçik S ilə. Burada da böyük A, kiçik A-nı çarpazlaşdırıram. Böyük A, kiçik A ilə. Buradan alınacaq böyük S, 2 dənə böyük S, kiçik S, buradan bir dənə alınacaq, bir dənə də kiçik S, kiçik S. Buradan alınacaq bir dənə böyük A, buradan alınacaq 2 dənə böyük A, kiçik A, bir dənə də kiçik A alınmış olacaq. Və indi burada biz nə edəcəyik? Bax burada artıq bax Pennet cədvəli qurmamış. Bax bunu öyrətmişdim bu qameti. Bax birinci bunların hamısına vururuq, sonra ikinci qameti qarşısındakı əmsalları da bir-birinə vururuq və belə daha rahat şəkildə hər birisindən neçə dənə olduğunu bilirik. Yəni artıq oturub burada genotip saymırıq. Bundan neçə dənədir? Bundan qarşılarında bizə deyir hər genotipdən neçə dənə olduğu. Gəlin vuraq. Birinci vururam. Bir dənə böyük S, böyük A. Bu dəfə bunu buna vururam. 2 dənə böyük S, böyük A, kiçik A. Sonra bunu indi üçüncüyə vururam. Bir dənə böyük S, kiçik A, kiçik A. Sonra indi ikinci versiyaya keçirəm. Bunu həm bax buna, həm buna, həm də bax bunu buna vuracaq qarşısındakı əmsallarla. 2-ni vuranda 2 dənə böyük A, böyük S, kiçik S. Deməli 4 dənə böyük S, kiçik S, böyük A, kiçik A. 2-ni indi buna vuranda 2 dənə böyük S, kiçik A, kiçik A. İndi keçdim axırıncını vurmağa. Bir dənə kiçik S, böyük A. Deməli 2 dənə böyük A, kiçik S, bir dənə kiçik S, kiçik A. Genotiplərimizi yazdıq. İndi bax deyirdik ki, böyük S ilə böyük A harda bir yerdə olanda bunlar olur boz dovşanlar. Boz dovşanlar. Yenə baxın. Boz dovşan, böyük S, böyük A bir yerdədir. Yenə bu olacaq boz dovşan. Burada bax böyük S ilə kiçik A dedik harda oldusa bunlar qara dovşanlardır. Böyük A, böyük S bu da olacaq boz dovşan. Böyük S, böyük A bunlar da olacaq boz. Bax böyük S ilə kiçik A bir yerdədirsə olacaq qara. Kiçik S, böyük A. Gəlin baxaq. Bu kiçik S'lər burada varsa nədir? Ağdır. Yenə burada 2 dənə kiçik S var. Deməli bu ağ dovşandır. Yenə də 2 dənə kiçik S var. Bu da olacaq ağ dovşan. İndi gəlin dovşanların genotipini yazaq. Dovşanların genotipini. Bax, mən niyə bu qarşılarındakı əmsalları eləyirəm? Bax, bu belə vuranda, Penneti quranda sən saymalısan. Görəsən bundan neçə dənədir, bu genotipdən neçə dənədir, böyük S, kiçik S, kiçik A-dan neçə dənədir və o daha çətindir. Amma belə imtahanda daha asan yazırsan və bilirsən ki, aha, məsələn bu hər iki əlamətə görə heterozigot olandan 4 dənədir. Bir əlamətə görə homozigot resessiv 2 dənədir. Hər iki əlamətə görə dominant 1 dənədir. Hər iki əlamətə görə resessiv 1 dənədir və s. İndi bax bozları belə işarələyirəm. Boz. Neçə dənədir? Bozun qarşısında var 1, üstə gəl. Bu bozun qarşısında var 2, üstə gəl. Bu bozun qarşısında var 2, üstə gəl. Bu bozun da qarşısında 4. Cəmi nə qədər elədi? 9. 9 dənə bozdur. İndi keçirəm qara.
qara. Qaranın qarşısında 1 var. Üstəgəl bu qaranın da qarşısında 2 var. Deməli 3 dənə qara var. 3 dənə qara var. 9 dənə boz. 9 dənə boz. İndi ağlara baxıram. Ağ. Ağın qarşısında var 1. Üstəgəl. Ağın qarşısında var 2. Üstəgəl. Ağın da qarşısında yenə 1. Deməli 2, 3, 4 dənə də ağ var. 4 dənə də ağ var. Deməli 9 böl 3 böl 4 bizim fenotip nisbətimiz olacaq. Fenotip nisbətimiz bu olacaq. Yəni 9 dənə boz, 3 dənə qara, 4 dənə ağ. Amma fenotip sayımız nə olacaq? Bax, fenotip sayını soruşsa, fenotip sayı olacaq 3 dənə qara, boz, bir də ağ. 3 dənə fenotip. Genotip sayımız. Deməli, genotip sayımız 16 dənə oldu. Bax, burada 16 dənə, 9 dənə boz, 3 dənə deməli qara, 4 dənə ağ, 16 dənə genotip sayımız oldu. Genotip nisbətimizə baxın. Bax, 4, sonra 4 dənə 2 var. 2, 2, 2, 2, 4 dənə də 1 var. 1, 1, 1, 1. Və genotip nisbətimiz oldu 4 böl 4 dənə 2, 4 böl 2, böl 2, böl 2, böl 2, böl 1, 1, 1, 1. Deməli, fenotip nisbətimiz 9 boz, 3 deməli qara, 4 ağ, 9 böl 3 böl 4. Fenotip sayımız da 3 oldu. Fenotip sayımız 3 oldu. Qara, boz, bir də ağ fenotiplər.